Bəli, əziz izləyicilər, qısa fasilənin ardınca qaldığımız yerdən davam edirik. Yaxın Şərqdəki gərginliklərlə bağlıdır. Yenə də mövzumuz İranın nüvə danışıqları mövzusu əlbəttə ki, siyasi gündəmdə periyodik olaraq yer almaqdadır. Ancaq bu dəfə əsas diqqət çəkici məqam ABŞ prezidenti Donald Trump'ın elə ilk bölmədə Rusiyaya qarşı ifadə etdiyi fikirlərin paralelində həm də İrana qarşı da bu sanksiya vasitələrindən ciddi istifadə edəcəyi məqamı ilə bağlıdır. Həm Rusiya ilə münasibətlərə görə, həm də nüvə danışıqlarına görə. Hansı ki, elə Abbas Əraqçı da bildirmişdi ki, bizim artıq Vaşinqtonla nüvə danışıqları mərhələmiz bitmiş oldu. 5 mərhələli bu danışıqlar prosesi 13 iyun tarixində Tehrana olan hücumla bitmiş oldu deyə Əraqçı bildirdi. Olduqca ziddiyyətli və qarışıq bir siyasi mənzərə formalaşıb. Nələr gözlənilir? Elə Yaxın Şərq üzrə xüsusi ekspert Rauf Rəcəbovla bu mövzunu müzakirə edəcək. Rauf bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Axşamınız xeyir Züleyxa xanım. Rauf bəy, necə dəyərləndirirsiniz İranla ABŞ arasında danışıqlar prosesi həqiqətən də Əraqçının dediyi kimi tamamilə bitdimi və ya Trump'ın sanksiyaları gücləndirəcək dedikdə hansı mesajı verdiyini düşünmək olar? Trump çox mürəkkəb oyun aparır. Ona görə mənim fikrimcə Trump həm güc taktikasından həm də ki iqtisadi, yəni belə deyək, sülh taktikasından istifadə edəcək. Çünki bu iki cinah, yəni bir-birini tamamlayan bir strategiyadır. Ona görə Trump artıq yaxın aylarda İranın məsələsini həll etməlidir. Yəni bu uzun davam edə bilməz. Yəni İran nüvə proqramı həll olunmalıdır. Düzdür, Əraqçı deyib ki, artıq İranın ərazisində zənginləşdirmə, yəni nüvənin zənginləşdirilməsi getmir. Bu texniki səbəblərdən getmir. Amma kim bilir ki, yaxın aylarda bu bərpa oluna bilər. Özü də MAGATE həmin 440 kilogram, yəni zənginləşdirilmiş nüvənin yəni harda olmasını bilmir. Ona yaxınlaşdır, ona imkan vermirlər ki, ona nəzarət olsun, bərpa olunsun və ona görə yəni vəziyyət belə deyək mürəkkəbdir və rəsmi Tehran danışığa getməlidir. Ya birbaşa ABŞ-la yaxud Omanın vasitəçiliyi ilə, amma bərpa olunmalıdır danışıqlar. Əgər bərpa olunmasa, onda əlbəttə ki digər yəni məsələlər ortaya çıxa bilər. Özü də ki, rəsmi Tehran da bu yaxın günlərdə istisna etmir ki, müharibə başlaya bilər. Rauf bəy, sizin də qeyd etdiyiniz kimi artıq müharibənin başlanması ehtimalları həqiqətən də son dönəmlərdə elə həm İsrail rəsmiləri tərəfindən Netanyahu da bu məqamı bildirmişdi ki, proseslərin gedişi İsrailin növbəti hücum dalğasının İrana yönəlib başlanması ilə nəticələnə bilər. İran tərəfi 13 iyunda olan hücumlarla İsrailə çox güclü bir dərs verə biləcəklərini və belə bir halın təkrarlanacağı təqdirdə qarşı tərəfi daha böyük belə desək dağıntıların gözləyəcəyi ehtimalını dilə gətirirlər. Ümumiyyətlə, reallıqlar konkret olaraq nəyin baş verəcəyini proqnoz etməyimizə üstünlük verir? Sözsüz ki, həm İsrail, həm ABŞ, həm İran, yəni 12 günlük müharibədən nəticələr çıxardıblar və hər bir tərəfin güclü və zəif tərəfləri artıq hamıya bəllidir. Aydındır ki, zəif tərəflərini, həmin o problemləri hər bir tərəf həll edir, həll etmək üzrədir. Güclü tərəflərini isə daha da gücləndirirlər. Aydındır ki, ən zəif yəni tərəf bu İran tərəfi olub, amma Çin və Rusiya daha çox Çin İrana kömək göstərir və göstərəcək də, çünki Çinin marağındadır ki, İran zəifləməsin, yəni məğlub olmasın. Çünki əgər İran məğlub olsa, logistik, nəqliyyat problemləri, ümumiyyətcə ABŞ-ın Afqanistana müdaxilə etməsi və ora girməsi, daxil olması artıq açıq şəkildə baş verə bilər və verəcəkdir. Əgər
İran məğlub olsa, sözsüz ki, Çinin marağında ABŞ-ın nə İrana, nə Əfqanistanda öz mövqelərini gücləndirmək deyil. Necə ki, Suriyada olduğu kimi. Ona görə yəni bu müharibənin qarşı durma həqiqətən də böyük bir yəni qarşı durmaya çevrilə bilər. Əgər 12 günlük qarşı durmada biz belə deyək də böyük dövlətlərin İrana birbaşa köməyini görmədik, olmadı. Həmin 12 gün ərzində, amma növbəti qarşı durmada yəqin ki ilk öncə Çin yəni müdaxilə edəcək. Çünki Rusiya artıq müdaxilə etmədən həm 12 günlükdə, həm Suriya ərazisində toqquşmalar baş verəndə İran və İsrail arasında, yəni proksi məsələlərində. Amma bugün də, yəni gələcəkdə də Rusiya o müdaxilə etməyəcək və bunu da Tehranda bilirlər. Ona görə yəni Rusiya Tehranda belə deyək, müsbət qarşılanmır onun xarici, yəni İmici baxımından. İran siyasəti. Bəli. Elə proksiləri xatırlatmışkən Rauf bəy, Suriya liderinin Vaşinqtona səfəri olmuşdu və səfərdə bir çox məsələlər müzakirə olundu, razılaşmalar da əldə olundu. Ancaq elə siyasi ekspertlər də təhlil edərkən bildirirdilər ki, əslində liderlər arasında gəlinən ortaq məqamlardan biri həm də İrana qarşı mübarizədə ortaq bir yanaşmanı əldə etməklə bağlıdır. Yəni bu yanaşma əldə olunubmu? Bu təbiidir ki, bu sizdən eşitmək bizim üçün maraqlı olardı və ən başlıcası da Hizbullaha yönəlik mübarizədə Suriyanın bu müvafiq yanaşmasını əldə etmək daha önəmlidir. Siz necə düşünürsünüz? Sözsüz ABŞ-ın ilk yəni istəyi, marağı ondan ibarətdir ki, Suriya ümumiyyətcə heç bir vəclə, yəni heç bir vaxtda yəni İranla əlbir olmasın və İranla əlaqələrini bərpa etməsin. Amma bu konkretdir ki, Suriya, yəni Əhməd Əşşara və ümumiyyətcə bugün Dəməşqdə hakimiyyətdə olan qüvvələr İranla bərpa etməyəcək əlaqələrini. Bu qətiyyən, yəni bu belədir. Amma burada bir problem var. Problem ondan ibarətdir ki, İsrailin istəyi böyükdür. İsrail, yəni belə deyək, kompromisə getmək istəmir. Əgər bu günləri Rusiyanın, yəni Tartus şəhərində, Xmeymimdə, Qamışlıda onların hərbi birləşmələri varsa, bunun ilk günahı İsraildədir. Əgər İsrail Suriyaya, yəni yeni hökumətə, müvəqqəti hökumətə yəni bir-iki addım, yəni kompromis addımı atsa, o zaman Rusiyanın da Suriyada qalmasına heç bir mümkün olmayacaq. Ona görə yəni DAEŞ'e qarşı, terrorçulara qarşı ki, Suriya qoşulub, Əhməd Şara bunu bəyan edib, amma hərbi nöqteyi nəzərdən qoşulmur. Yəni bu da fakt. Bu faktı da yəni yenə də İsrail yaradır. Çünki İsrail işgal etdiyi, yəni dekabrın 5'indən sonra işgal etdiyi, yəni keçən ilin dekabrın 5'indən sonra işgal etdiyi əraziləri boşalmaq istəmir. Bu da mümkün deyil ki, rəsmi Dəməşq, yəni belə deyək, bütün ABŞ-ın şərtlərini qəbul etsin. Ona görə də qəbul etməyib. Ona görə də Suriya bugün istəyir ki, məhz Rusiya öz qoşununu, yəni öz nəzarətini həmin işgal etdiyi, yəni İsrailin işgal etdiyi bölgəyə yəni əhatə etsin və həmin orada Rusiya hərbi birləşməsi, yəni orada bərqərar olsun. Amma keçən həftə Netanyahu'ya bir çağırışlar etdi Əhməd Əl-Şara Vaşinqtondan döndükdən sonra ki, artıq Vaşinqton bizim arxamızdadır və İsrail tərəfi nəhayət ki, bizimlə razılaşsın. Bəli. Ona görə yəni İsrail maksimalist, yəni istəyir, yəni nəinki 100% ümumiyyətlə bir günə hər bir öz marağını, yəni maraqlarını
qazansın və əldə etsin. Amma bu diplomatiyada bu belə olmur. Yəni bu mümkün deyil. Ona görə yəni yaxın şərqdə bugün yəni məhz Suriyada mövcud olan mürəkkəb durum məhz ilk öncə İsrailin yəni ücbatındandır. Halbuki İsrailin özünə həmin bu mürəkkəb vəziyyət xeyrinə deyil, maraqlarına deyil. Çünki Səudi Ərəbistan, Qatar, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb dövlətlərinin yəni istəyi, yəni onların marağında deyil ki, bugün Rusiya orada qalsın. Əksinə, onlar istəyir ki, Ruslar da çıxsın, İran da olmasın, artıq İran yoxdur. Hizbullah da yoxdur demək olar ki, çünki Hizbullahın Suriye ərazisində olan bütün düşərgələri, ambarları və digər onlar artıq məhv edilibdir, yaxud da ki, Hizbullah oradan onları köçürüb Livanın ərazisinə. Yəni, bu böyük bir yəni belə bir nəticədir. Amma İsrail işgal etdiyi ərazini yəni təqdim etməlidir, boşaltmalıdır. Yəni Holland yüksəkliklərdə söhbət getmir. Çox maraqlıdır ki, yəni Dəməşq, yəni rəsmi Dəməşq yalnız dekabr ayında və dekabrdan sonra yanvar ayında işgal etdiklərini tələb edir. Və İsrail bunu verməlidir. Yox, əgər İsrail bunu vermirsə, Suriye yəni Əhməd Əş-Şara və onun arxasında olan qüvvələr heç bir zaman İsrailin istəklərini təmin etməyəcək. Ona görə yəni ABŞ-ın özü də bugün mürəkkəb vəziyyətdədir. Çünki İsrail həm Suriye'ye qarşı maksimalist, yəni çox siyasətdən çıxışıdır mövqedən və Livana qarşı. O olmaz. Yəni güzəştə getmək lazımdır. Ona görə bu günləri mən sözün açığı Səudi Ərəbistanın, yəni Məhəmməd bin Salmanın da sabah danışıqlarından böyük bir gözləntim yoxdur. Yəni məhz İsraillə bağlı, məhz İbrahim sazişləri ilə bağlı. Bu mümkün deyil. Məhəmməd bin Salman o İbrahim sazişlərinə qoşulmayacaq. Əgər İsrail həm Suriye'ye qarşı, həm Livana qarşı hansısa bir Fələstin məsələsində də bir güzəştə getsəydi, sözsüz ki, Məhəmməd bin Salman həmin razılaşmalarına qoşulacaq və imzalayacaq. Və həmin dəqiqə, yəni həmin gün həqiqətən də çox ciddi dəyişikliklər baş verə bilərdi yaxın şərqdə. Amma İsrail buna imkan vermir. Ona görə mənim fikrimcə ABŞ ilk öncə İsrailə təzyiq göstərməlidir. Belə deyilək, normal bir təzyiq. Ki bu təzyiqin nəticəsində İsrail öz siyasətini Suriye'ye qarşı, Livana qarşı ilk öncə və Fələstinə qarşı. Hamasdan getmir söhbət. Hamas getməlidir. Yəni bu artıq aydındır və konsensus şəklində qəbul olunur. Amma güzəşt olmalıdır. Ona görə də bu günləri biz bu yaxın günlərdə Netanyahu'nun Putin'lə iki danışığın şahidi olduq. Sözsüz ki, yəni faktiki olarak indi Netanyahu Rusiya kartından da istifadə edir öz oyununda. Bu qəbul olunmazdır. Nə ABŞ-a, nə də yaxın şərqə, nə də ki Türkiyə, nə də Səudi Ərəbistana, nə də ki şərqin dövlətlərinə. Ona görə yəni maraqlıdır ki, adını çəkdiyiniz bütün bu istiqamətlərdə artıq İsrail ilə ABŞ arasında fikir ziddiyyətləri mövcuddur. Bəli, bəli. Siz haqlısınız Züleyxa xanım. Ziddiyyətlər var. Yəni Vaşinqton indi, rəsmi Vaşinqton indi fikirləşir hansı yolu seçmək, yəni ki, belə deyək də, böyük bir problem yaranmasın deyə. Amma artıq İsrailə təzyiq göstəriləcək. Və mən hesab edirəm ki, bugün, yəni bu gecə, sabaha, yəni ABŞ-ın
Təhlükəsizlik Şurasında yəni qətnamənin layihəsi verilibdir və qətnaməyə səs verilməlidir. O səsə qoyulmalıdır və həmin o qətnamədə, layihədə Fələstin dövlətinin yaranmasından belə deyək bir cümlə var. O cümlə də bu günləri İsrail tərəfindən yaxşı belə müsbət qarşılanmayıb və qəbul olunmur. Yəni bu belə cümlədir, cəmi cümlə. Halbuki yəni gələcəkdə haçansa Fələstin dövləti yarana bilər. Amma bunu da İsrail, yəni Benyamin Netanyahu və onun iki tərəfdarı Bezalel Smotrich və İtamar Ben-Gvir belə deyək, çox radikal mövqedən çıxış edirlər. Ona görə yəni güzəştlər olmalıdır hər hamı tərəfindən. Suriya tərəfindən də, Səudiyyə Ərəbistan tərəfindən də, Fələstinlərin tərəfindən də, Misirin tərəfindən və əlbəttə ki, İsrailin tərəfindən. Çünki güzəştlər olmasa diplomatik addımlar atıla bilməz. Onda müharibə və həmin bu müharibə hamıya qarşı yalnız kimə yəni xidmət edir? İrana və Rusiya. Yəni səbəb bundan gəlir. Yəni ona görə yəni İsraildə yəni güclü dövlətdir İsrail. 90'dan aşağısı olmayan yəni nüvə başlığı malik olan dövlətdir. 90-100 ədədə malik olan bir dövlət. Ona görə sözsüz ki İsrail yəni güclü tərəf kimi addım etmalıdır. Güzəş addım atmalıdır. Amma radikal addımı alır. Bu yalnız və yalnız Rusiya və İrana xidmət edən bir belə deyək bir mövqedir. Bəli, demək olar ki, bir çox cinahlardan artıq hətta Həmas belə müəyyən şərtlərə qəbul etməyə yönəlik olduğunu müəyyən məqamlarda göstərmiş oldu. Ancaq təəssüflər olsun ki, Təl-Əvivdən eyni yanaşmanın gəlməməsi elə müvafiq Fələstin problemində, Qəzza problemində, bütövlükdə yaxın şərqdə hazırki ziddiyyətlərin mövcud olmasında, çünki məsələnin bir də Suriya tərəfi var, digər proksilər tərəfi var ki, var olmasına və daha da hətta gərginləşməsinə gətirib çıxarır. Ümid eləyək ki, bu ziddiyyətlər zaman-zaman aşılanmış olacaq və aradan qalxmış olacaq. Minnətdarıq sizə, Rauf bəy. Dəvətimizi qəbul etdiyiniz üçün. Sağ olun. Sağ olun Züleyxa xanım. Sağ olun. Belə, əziz izləyicilər, beləcə bu dəfəki bizim mövqe buraxılışının da beləcə sonuna gəlmiş olduq və bu buraxılışda hər iki bölmədə, birinci bölmə siyasi ekspert Akşin Kərimovla Rusiya-Ukrayna cinahında baş verənləri, ikinci bölmədə yaxın şərq üzrə ekspert Rauf Rəcəbovla elə müvafiq cinahda baş verən siyasi prosesləri və gərginlikləri müzakirə etdik, təhlilimizi sizə təqdim etdik, eyni zamanda proqnozlarımızı dilə gətirmiş olduq və siz bizi canlı olaraq UyduPek və YouTube kanalları üzərindən izləmiş oldunuz. Mövqeyimizin daha geniş auditoriyaya çatması üçün də YouTube kanalı canlı şərh bölməsində aktivliyinizi unutmayın ki, daha geniş auditoriya bizim həqiqətən də təhlillərimizi qəbul etmiş olsun, fikirlərimiz böyük bir ictimaiyyətə eyni zamanda həm də onlayn platforma üzərindən təqdim olunmuş olsun. Belə, əziz izləyicilər, həftə içi hər gün Təbriz saatı ilə 18:00, Bakı saatı ilə 18:30-dan etibarən bizim mövqeni elə bizim mövqedən eşidin gələn buraxılışa dək.